Salam əziz şagirdlər, bugünkü mövzumuz feildir ki, feil nədir? Bugün biz təsvirlənən feillər haqqında məlumat əldə edəcəyik. Feil ümumi qrammatik mənasına görə əşyanın hərəkətini bildirən, müxtəlif zaman və şəkillərdə olan, nə edir, nə edəcək, nə o misallardan birinə cavab verən əsas nitq hissələrindən biridir. Və məsəl üçün misal göstərək ki, oxumaq, düşünmək, dinləmək və s. Oxumaq nə etmək, düşünmək nə etmək, dinləmək nə etmək və s. Feillər hərəkətin həm icra olunmasını, həm də icra olunmamasını bildirə bilir. Yəni icra olunmaq təsdiqli olmaq deməkdir, icra olunmamaq isə inkarda olmaqdır. Məsəl üçün danışmaq, danışmamaq. Hərəkət dedikdə həm fəal, yəni məsəl üçün gülmək, daha doğrusu tullanmaq, qaçmaq, dalaşmaq, bir də qeyri-fəal, yəni ki, orada hərəkətli nisbətən azdır. Dincəlmək, susmaq, xatırlamaq, bunlar nəzərdə tutulur. Və feillər lüğəvi mənasına görə də bir neçə yerə bölünürlər. Məsəl üçün, iş bildirən feillərimiz var. İş bildirən feilləri misal göstərmək olar. Bükmək, doğramaq. Sonra hərəkət feilləri var. İnsanın və yaxud da ki, başqa varlıqların hərəkətini bildirən feillərdir. Qaçmaq, tullanmaq, uçmaq, nitqi bildirən feillər var. Qulaq asmaq, dinmək, danışmaq. Təfəkkür feilləri var ki, bu artıq bizim düşüncələrimizdən təfəkkürümüzlə bağlıdır. Təfəkkür feilləri məsəl üçün arzulamaq, düşünmək, sonra halımızla, vəziyyətimizlə bağlı olan feillər ağlamaq, gülmək, kökəlmək, köhnəlmək, kiflənmək və s. Bütün feillərdə hərəkət var, bəzilərində iş və hərəkət, digərlərində isə təfəkkür, hal vəziyyətlə bağlı hadisələrdir ki, daha qabarıq şəkildə özünü. Ümumiyyətlə bilirik ki, sözlərin quruluşca 3 növ var: sadə, düzəltmə və mürəkkəb. Sadə feillər bir söz kökündən ibarət olur və yaxud da ki, bir söz kökü və qrammatik şəkilçisindən ibarət olur. Sadə feilləri misal göstərmək olar nəyi? Qaçmaq, danışmaq, daşımaq, oturur. İndi biz yadda saxlayaq ki, feillərin quruluş növlərini bildik. Sadə, düzəltmə, mürəkkəb. Sadə feillərimiz söz kökündən və yaxud da ki, söz kökü və qrammatik şəkilçisindən ibarət olur. Bəs qrammatik şəkilçilərimiz hansılardır? Feillərə aid olan. İsimlərə aid olan qrammatik şəkilçiləri biz əvvəlcədən keçmişdik ki, mənsubiyyətdir, haldır, cəmdir, bir də şəxs sonluqları. Feillərdə isə inkar şəkilçisi, feil şəkillərinin şəkilçiləri, yəni feilin şəkilləri hansılardır? Əmr şəkli, xəbər, arzu, lazım, vacib, şərt. Bir də feilin təsriflənməyən forması. Təsriflənməyən formaları isə məstər, feili sifət, bir də feili bağlama. Feilin təsriflənməyən formalarının şəkilçiləri, bütün bunlar hamısı qrammatik şəkilçilərdir. Daha sonra dilimizdə bütün sadə feillər türk mənşəlidir, yəni alınma deyil. Sadə feillərin kökü adətən ya 1 ya da 2 hecalı olur. Sadə feillərə bir neçə misal göstərək.
Məsələn, alışmaq. Alışmaq sözün kökün al götürmək olmaz. Çünki al ayrı, alış ayrı. Ağlamaq. İsitmək. Gətirmək. Uzatmaq. Sevinmək. Sevinmək sözünün kökünü sev götürənlər var. Yəni ki, insan hər zaman sevdiyi zaman, yəni ki, sevinmir ki. Yəni sevməklə sevinmək ayrı bir şeydir. Və yaxud da ki, uzatmaq sözünün kökü uza deyil. Dilimizdə uza yoxdur, uzat sözü var. Uzanmaq sözü də sadə feildir. Uzanmaq sözündə də uzamırsan. Kiçilmək sözünün kökünü kiç götürənlər var. Kiçilmək sözün kökü elə kiçildi. Maq orada qrammatikli məstər şəkilçisidir. Dağıtmaq. Dağıtmaq sözünün kökünü dağ götürən var. Dağla dağıt arasında axı tamamilə fərqli mənalar var. Biz bilirik ki, köklə şəkilçi arasındakı əlaqə məna yaxınlığı olmalıdır. Gödərmək sözü. Gödərmək sözünün kökünü gödə götürənlər var. Gödə deyil. Gödər sadə sözdür. Yaxalamaq sözü isə yaxalamaq sözünə isə iki cür baxa bilərik uşaqlar. Yaxalamaq bir var, ağzını yaxalamaq, çalxalamaq. Bu mənada yumaq mənasında sadədir. Bir də var deyirəm ki, yaxalamaq sözünü kimisə tutmaq, yaxasından yapışmaq. Sözün kökü onda olacaq yaxa, la burada leksik. Yəni yaxalamaq sözünü biz həm sadə, həm də düzəltmə kimi götürə bilirik. Düzəltmə feillərə gələk. Ümumiyyətlə düzəltmə feillər həm adlardan, həm də eyni zamanda feillərdən düzəlir. Bir neçə nümunə yazacağıq. Ancaq bunu mən ümumiyyətlə şəkilçilərin əzbər şəkildə öyrənilməsinə qarşıyam. Yəni ki, oturum əzbərliyim, başa düşməyim, elə yox. Sadəcə kök və şəkilçi ayırmaqla kökünün feil yoxsa ad olduğuna baxa bilərik. Bir neçə nümunə yazaq. Baxaq, yazışmaq sözünün kökü yazdır. Yazışmaq sözünün kökü amonimdir. Biz aradan biləcəyik ki, yaz ismindən söhbət gedir, yoxsa yaz feilindən. Yazışan zaman hər halda yazmaq lazımdır da. Yaz ismi ilə nə əlaqəsi? Iş şəkilçisi isə ümumiyyətlə baxaq görək. Yaz feildirmi, yoxsa yaz isimdir? Iş şəkilçisini götürüb başqa bir sözə əlavə edirik. Kəsməkdən kəsişmək. Daha sonra gülüşmək, doluşmaq, gəzişmək. Gəz nə et feildir. Deməli burada yaz feilindən söhbət gedir. Bu feildən yaranan sözdür. Sonra anlatmaq. Anlamaq feilindən anlatmaq yaranıbdır. Deməli, feildən düzələn sözdür. Lovğa, necə? Lovğa. Lovğala yoxdur dilimizdə, lovğalan var. Maqda qrammatik. Lovğa, necə? Bu sifətdir. Deməli, adlardan yaranan bir sözdür. Asmaqdan asılmaq. As feildir. Feildən də asılmaq yaranıbdır. Bu da feillərdən yaranır. Qabaq sözündən qabaqlamaq yaranıbdır. Qabaq adlardan yaranıb. Ayaq
Uşaqlar, ayaqlaşan zaman sən kimisə ayaqlaşmaq nə deməkdir? Bərabər getməyə çalışmaq, onun etdiyini etməyə çalışmaq, bərabərləşmək bir növ. Ayaq sözü ilə ayaqlanmaqdan ayaqlaşmaq yarana bilmir. Ayaqlaş, laş leksikdir, bütöv qrammatikdir. Addan yaranan sözlərdir. Ağarmaq, ağ sifətdir. Ağarmaq, ar leksik, maq qrammatik. Və burada ağ sifətdir, deməli adlardan yaranan sözdür. İtməkdən, itirmək, maq qrammatik. Və it sözü burada ır şəkilçisi, adları yox, feilləri artırılan şəkilçidir, amma it sözü amonimdir. İt ismi də olur, feili də olur. Düz, təbii ki, burada kiminsə itməyindən, Türklər demiş, kaybolmağından söhbət gedirdi. Heyvan itdən söhbət getmir. Sadəcə olaraq bəzən kökləri amonim olan sözlər tapmaq üçün şəkilçini götürürük və başqa sözləri əlavə edirik. O şəkilçisi nəyə əlavə etmək olar? Məsəl üçün deyək ki, köçürmək, uçurmaq, uçmaq feili. Nə etmək? Uçurmaq, uç. Deməli, burada feildən söhbət gedir. Feilləri artırılan şəkilçidir. Qopmaqdan, qoparmaq yaranır. Qop da feildir, feilləri artırılan. Bir də bir şey yadda saxlayaq ki, feillərdən feil düzəldən şəkilçilərimiz həm də feilin qrammatik məna növlərini düzəldən şəkilçilərdir. Feilin qrammatik məna növünü düzəldən şəkilçilərimiz hansılardır? Ildı, ındı, dırdı, tıdı, ışdı. Bu şəkilçilərin hər biri feildən feil düzəldən şəkilçilərdir. Bir də bəzi sözlərimiz var ki, biz onları iki cür düşünə bilirik. Məsəl üçün, sulanmaq sözünü. Sulanmaq və götürək yağlanmaq. Sulanmaq sözü, deməli, biz həm bunu su, sulamaq, sulanmaq. Məsəl üçün deyirəm ki, bağça sulandı. Burada sudan sulanmaq yaranır, sulamaqdan sulanmaq. Bağçanı çünki sulaya bilirsən. Bir də var deyirəm ki, armud sulandı. Burada armudun için sən götürüb sulamırsan ki, armud sulandı, yetişdi mənasındadır. Bu zaman su sözün kökü olur, lan leksik, d qrammatik. Yəni bu sözü biz iki cür başa düşə bilirik. Bəzən lan və laş şəkilçisi parçalana da bilər, parçalanmaya da bilər. Biz bayaqlar buna uyğun bir hətta misal göstərmişdik. Başqa bir söz dedik. Yağlanmaq sözü. Yağlanmaq, məsələn deyirəm ki, dərim yağlandı. Ən çox saçı yağlanıb, yağlandı. Yağ sözündən yağlanmaq, lan leksik, d qrammatikdir. Burada sən saçı, yəni belə deyim, dərivi götürüb yağ sürtüb yağlamırsan ki, bəli olur. Masaja falan gedəndə mi deyim, yaxud da nə bilim, baxım edəndə mi deyim, yağlaya bilərsin, o başqa. Amma bir də var ki, dərinin özünü təbii şəkildə yağlanmağı və yaxud da əsas götürək saçın yağlanmağı. Sən götürüb saçını belə yağı götürüb sürtmürsən ki, zaman keçir, yuyulan vaxtından keçir, yağlanır. Lan leksik şəkilçidir. Bir də var deyirəm ki, maşın ya da maşın yox, qutab yağlandı. Burada isə artıq yağdan yağlamaq, qutabın içini yağlaya bilirlər. La leksik, n qrammatik olacaq. Yəni bəzi sözlərimizdə şəkilçi parçalana bilər. Və təbii ki, onun qrammatik məna növrədə müəyyən dərəcədə qeyri-məhsuldar şəkilçilərimiz var ki, həmin o qeyri-məhsuldar şəkilçilərə sözlər üzərində baxaq. Məsəl üçün, qorxuzmaq. Dilimizdə uz şəkilçisi var, qorxmaqdan qorxuzmaq yaranır. Bunlar qeyri-məhsuldar şəkilçilərdir. Daha sonra yadırğamaq.
Bilirəm ki, xəttim çox gözəldir. Ona görə də xüsusi olaraq tərcümə edirəm. Yadırğamaq sözündə yad sözündən demin ki, ırğa şəkilçisi var. Bunun kökü yəqin ki, sadə sözdür. Irğa şəkilçisinə yaranır. Yadırğamaq. Yad, yaddaşdan yadırğamaq mənasındır. Xala şəkilçisi var. Məsələn, xala bibi. Ovxalamaq. Ov sözündən ovxala yaranmış ola bilər. Və yaxud da ki, deməli, başqa var. Sınıxmaq. Ix şəkilçisinə yaranmış ola bilər. Yəni ki, bir sıra sözlərimiz var ki, onlar qeyri-məsuda şəkilçilər vasitəsilə yaranmış olur. Mürəkkəb feillərə gələk. Mürəkkəb feillər ümumiyyətlə sintaktik yolla yaranır və mürəkkəb feillər bəzi istisnalar çıxmaq şərti ilə demək olar ki, çox vaxt ayrı yazılırlar. Və həm ayrı, həm də defislə. Bəzi hallarda, nadir hallarda belə deyərik ki, bitişik yazılarını görə bilərik. Baxaq. Mürəkkəb feillər iki və daha artıq sözlərin birləşməsindən yaranır. Yaxın və əks mənalı yollarına yarananlar, məsəl üçün, atılıb, düşmək, gedib gəlmək. Deyib gülmək və s. Yaxın mənalı və əks mənalı sözlər vasitəsilə yarananlar defislə yaranır. Bir də var etmək, eləmək, olmaq, qılmaq vasitəsilə yaranan köməkçi feillərdir ki, bunlar məsəl üçün deyə bilərik ki, nə deyə bilərik? Kömək etmək, şad olmaq, dost olmaq, söhbət etmək. Daha sonra yadda saxlayaq. Deməli, yaxın və əks mənalı sözlər vasitəsilə yarananlar defislədir. Etmək, eləmək, olmaq, bilmək, bunlar vasitəsilə yarananlara baxaq. Etmək, eləmək, olmaq, qılmaq, bunları da bildirdik. Bir də var, bilmək sözü. Bunu əsasən yadda saxlayaq ki, bilmək sözü həm sadə söz kimi götürülə bilər, yəni ayrı götürülə bilər, həm də mürəkkəb feil kimi götürülə bilər. Buna xüsusi olaraq diqqət etmək lazımdır. Əgər bilmək A, yəni ki, A şəkilçisi qəbul etmiş feillərə qoşularsa, məsəl üçün deyə bilərik ki, gəzə bilmək və yaxud deyə bilmək, yaza bilmək. Yəni, bu kimi sözlərə qoşularsa, mürəkkəb feil yaradır. Yox, əgər məsəl üçün deyirəm ki, dərsi bilmək. Artıq burada biz onu mürəkkəb feil kimi götürməyəcəyik. Bilmək. Nəyi? Dərsi. Daha sonra ıb şəkilçili feili bağlama şəklində olan feillərə bəzi sözlərin qoşulması ilə. Baxaq görək. Gəlib çıxmaq. Qayıdıb gəlmək. Və s. Deməli, bilmək sözünü yadda saxladıq. A, deməli, belə deyim ki, A üstü 2 üstə gəlsin, bilmək, mürəkkəb feil yaradır. Amma A şəkilçisinə qoşulmayıbsa, məsəl üçün I üstü 4-ə qoşulubsa, bu zaman isə biz onu mürəkkəb feil kimi götürməyəcəyik.
feilləri həm də müstəqil feil kimi götürə bilərik. Mürəkkəb feil olmadan müstəqil şəkildə. Və bu o zaman belə deyim, mürəkkəb feil hesab edilmir. Hansı zaman? Baxaq. Sən bu işi belə etdin. Etmək, hazırlamaq, düz qoşu eləmək mənasında olduğu üçün artıq biz bu sözü müstəqil feil kimi götürəcəyik. Və yaxud da ki, dediklərinin hamısını etmişəm. Artıq bu etmək sözünü biz hazırlamaq sözünü əvəzləyə bilərik. Yerinə yetirmək mənasında olduğundan dolayı bu müstəqil feildir. Dediklərinin hamısını etmişəm, yəni hazırlamışam, düz qoşu eləmişəm. Bu mənada. Olmaq feilinə gələk. Olmaq feili isə iştirak etmək, yaşamaq, doğulmaq, bu kimi mənaları daşıdığında artıq müstəqil olacaq. Məsəl üçün deyirəm ki, mən şəhərdə oluram. Yəni, mən şəhərdə oluram, mən şəhərdə yaşayıram. Müstəqil feildir, mürəkkəb feil deyil. Və yaxud da deyirəm ki, mən 2000-ci ildə olmuşam. Dünyaya gəlmək mənasındadır. Bəli, doğulmaq mənasında müstəqildir. Daha sonra deyirəm ki, mən bu gün o məclisdə olmuşam. Yəni, iştirak etmişəm. Artıq burada da müstəqil feildir. Daha sonra bilmək feilinə baxaq. Cümlə daxilində. Kim mətni bilir, fikir verir isə I+4 şəkilçisindən sonra işlənibdir. Deməli, müstəqil feildir. Və yaxud da deyirəm ki, kim hadisəni bilir? Bu mənada müstəqil feildir. İnkar feillərə gələk. İnkar feillər ma ilə deyil hissəciylə düzəlir. Feillər təsdiqdə və inkarda olur. Təsdiqdə məsələn gəlir, gedir, gedəcək, oturdu, danışır, oturt, işlət və s. İnkarda isə ma ilə yazmadı və ya yazası deyil və s. Və feilin inkar şəkilçisi vurğu qəbul etmir. Və üstə gəldi deyə bilərik ki, ma şəkilçisi amonim şəkilçidir. İsim yarada bilir, feil yarada bilir. Daha çox feil yaratmır. Sadəcə feilin qrammatik şəkilçisidir. Feil olduqda qrammatik şəkilçisi, isim yaratdıqda leksik şəkilçisidir və vurğu qəbul edən. Məsələn, deyirəm ki, gəlmə. Bizə gəlmə. Gəlmə. Vurğu həm birinci caya düşür, həm də bizə gəlməni etmə. Hərəkət var burada. Ma inkardır. Bir də deyirəm ki, gəlmə adam. Deməli, ma həm feil, həm isim, həm də ki, sifət düzəldə bilir. Necə adam? Və vurğu qəbul etdi, sifətdir. Və yaxud da deyirəm ki, toplama sözü. Yerini toplama. Nə etmə, toplama.
feildir. Bir də var deyirəm ki, toplama əməlləri. Vurma, toplama. Toplamanı düz yaz. Topdan, topla, toplama. Artıq isimdir. Dondurma. Dondurma yediğimiz dondurma mənasında isim. Bir də nəyi isə bu buzluqda dondurma. Yəni ki, bu zaman isə artıq feildir. Bir də bir şey yadda saxlayaq ki, bizim inkar şəkilçimiz eyni qaydada məsdər şəkilçisi kimi də işlənə bilər. Bəzi hallarda məsdər şəkilçisi öz sonucu samitini itirə bilər və deməli, baxaq necə olur. Yəni, ma şəkilçisi bəzən məsdər şəkilçisi kimi işlənir, lakin nəzərə almalıyıq ki, biz eyni qaydada. Məsdər şəkilçisindən fərqli olaraq inkar şəkilçisindən sonra mənsubiyyət şəkilçisi işlənə bilməz. Əgər mənsubiyyət şəkilçisi işlənibsə, deməli məsdər şəkilçisidir. Baxaq. Nigarın dəftəri alması. Burada artıq ma inkar deyil. Dəftəri almağı mənasındadır. Yəni bu da ğı samiti düşübdür. Və ma məsdərdir. Çünki mənsubiyyət qəbul edib. İnkar şəkilçisi özündən sonra mənsubiyyəti qəbul eləmir. Söhbət özündən sonradan gedir. Ma inkar üstəgəlsin mənsubiyyət olmaz. Amma ma məsdər üstəgəlsin mənsubiyyət ola bilər. Feilin qrammatik məna növləri hərəkət, subyekt və obyekt arasında olan münasibəti göstərir. Yəni, münasibətə görə təyin olunur. Burada subyektin məlub olması, olmaması, yəni işin subyekt tərəfindən görülməsi, qarşılıqlı icra edilməsi, işin öz üzərində görülməsi əks olunur. Ümumiyyətlə, feilin qrammatik məna növləri deyəndə nələr nəzərə tutulur? Məlum, məchul, şəxsiz, qayıdış, icbar, qarşılıq bircəlik. İndi baxaq. Feilin qrammatik məna növləri bizə məlumdur. Məchul, şəxsiz və qayıdışın yaranma yolunun şəkilçisinə birdir. Ildır, ındır, bir də nıdır. Məlum növün xüsusi bir şəkilçisi yoxdur. Yəni adlardan yaranır və heç bir xüsusi şəkilçisi yoxdur. Deməli, icbar növ ıt və t şəkilçisi vasitəsilə yaranır. Qarşılıq bircəlik növ isə ı şəkilçisi və ş vasitəsilə yaranır. Deməli, feilin qrammatik məna növləri hansılar oldu? Məlum, məchul, şəxsiz, qayıdış, icbar, qarşılıq birgəlik. Deməli, bunlardan məchul, şəxsiz və qayıdışın şəkilçisi eynidir. Və bunları necə fərqləndirəcəyik, ona gələcəyik birazdan. Birinci başlayırıq məlum növdən. Məlum növ hərəkətin subyekti, yəni işi görən kim tərəfindən görülür, yəni iş bu bizə məlum olur. Cümlənin mübtədası rolunda çıxış edir. Deməli, məsəl üçün deyirəm ki, anam məktub yazdı. Heç bir xüsusi şəkilçisi yoxdur. Yəni addan da yarana bilər, feildən də yarana bilər, quruluşca sadə düzəltmə mürəkkəb ola bilər. Amma yadda saxlayaq ki, feilin digər məna növlərinin şəkilçiləri leksik olduğundan dolayı onlar sadə ola bilmirlər. Çünki düzəldiyi şəkilçilər leksik şəkilçilərdir. Düzəltmə və mürəkkəb ola bilər, sadə ola bilməz. Yeganə növ məlum növdür ki, quruluşca hər üçün cür ola bilir, sadə düzəltmə və mürəkkəb. Yazdım, yazmaq və qrammatik məna növünü tapan zaman iki qaydaya əməl edin. 1. Sözcük kök və şəkilçi ayıraraq şəkilçinin orada olmasına fikir verin. 2. Mənasına fikir verin. Çünki hər bir məna növün özünə məxsus xüsusiyyəti vardır. Məlumun xüsusiyyəti budur ki, işi görən, yəni məlumdur.
hərəkəti, işi kim görübsə biz onu görə bilirik, məlumdur. Və burada heç bir xüsusi şəkilçi yoxdur. İşi görən anadır, heç bir xüsusi şəkilçi yoxdur, bayaq bildirdiyimiz kimi. Və yaxud da ki, bəzən ola bilər ki, mübtəda olmasın, amma şəxs sonluğunu əsasən biz biləcəyik ki, işi görən kimdir. Yəni onun qarşısına biz əvəzliyi qoya bilərik. Məsəl üçün deyə bilirəm ki, məktəbə bizimlə gəl. Gəl. Biz bunun qarşısına sən qoya bilirik. Artıq bilirik ki, işi görən kimdir. Həm sən bərpa edə bilirik, həm də ki, sözdə xüsusi şəkilçi yoxdur. Sadə bir sözdür. Daha sonra məlum növdə olan fe'llər misal göstərmək olar: vidalaşmaq, uzaqlaşmaq, üzləşmək, ayaqlaşmaq, bulaşmaq və s. Fe'lin qrammatik məna növlərindən yalnız məlum növ fe'llər həm fe'ldən, həm də digər əsas diksiyələrdən yarana bilir. Məchul növə gələk. Məchul növ isə hərəkətin subyekti, yəni işi görən qrammatik cəhətdən məlum olmur. Məsələn, deyə bilərik ki, yerlər silindi. Əvvəlcə şəkilçisinə keçək. Məchul növün şəkilçisi ıl, ın və n'dır. Yadda saxlayaq ki, məchul növün daxilində l şəkilçisi yoxdur. Yerlər silindi, silməkdən silinmək və biz işi görənin kim tərəfindən icra olduğunu bilmirik. Yer silinib, amma kim tərəfindən icra edilib bilinmir. Qapı açıldı. Kim tərəfindən açıldı bilinmir. Il şəkilçisi ilə düzəlir və işi görən kimdir bilinmir. Əgər məchul növ fe'lərdən növ şəkilçisini açsaq, mübtəda rolunda iştirak etmiş obyekt, yəni obyekt söz hal şəkilçisi qəbul edəcək və cümlədə mübtəda yox, tamamlıq olacaq. Məsələn, biz onda bunu məlum növ kimi götürə bilərik. Məsələn, toxum səpildi. Belə deyirəm ki, toxumu səpdi. Məchul növdə işlənən fe'llər subyekt cümləyə bərpa olunduqda tamamlıq kimi bərpa oluna bilər. Məsələn, deyək ki, torpaq oğlanlar tərəfindən biçildi. Biçməkdən biçilmək. Deyəcəksiniz ki, mənimə, axı burada kim tərəfindən biçildiyi bilinir, oğlanlar tərəfindən, elə deyil. Burada işi görən konkret kimdir bilmirik. Nə bilək ki, hansı oğlan tərəfindən iş görünübdür. Yenə də məchul növdədir. Şəxssiz növdə eyni məchul növ kimi ıl, ın, bir də növ şəkilçisi vasitəsilə düzəlir. Lakin şəxssiz növ fe'llərdə cümlənin mübtədası ümumiyyətlə olmur və onu bərpa etmək də qeyri-mümkündür. Bu deyəcəyim növə xüsusi diqqət eləmək lazımdır ki, irəli zamanlarda sadə cümlə növlərini keçəndə orada şəxssiz cümlə var və onunla sırf bağlıdır. Onun sözlərinə və yaxud da ki, onun fikirlərinə əhəmiyyət verilmədi. Verməkdən verilmək mainkardır da zaman.
Və bir şey diqqət eləyək ki, biz burada hər hansısa bir əvəzliyi, mübtəda rolunda olan bir sözü əlavə edə bilmirik. Məsəl üçün deyək ki, icazə verildi. Çıxışa icazə verildi. Bu da şəxsiz növdür. Qarşısına mübtəda bərpa etmək olmur. Nəzərə almalıyıq ki, biz şəxsiz növ fe'llər şəxsiz cümlələrin xəbəri olur. Yəni bu növ fe'llər işlənən cümlənin mübtədası olmur, bərpa etmək də olmur və s. Bir sıra fe'llərə gələk. Məsələn, yoxlanılmaq. Başlanılmaq. Bu kimi fe'llər şəxsiz növ fe'l yox, məchul növ hesab olunur. Məsələn, deyə bilərəm ki, məktub yoxlanıldı. Yoxlamaqdan yoxlanmaq, yoxlanılmaq. Məchul növdədir. Çünki qarşısında mübtəda var. Və yaxud da deyirəm ki, dərslər başlanıldı. Mübtəda olduğuna görə başdan başlamaq, başlanmaq, başlanılmaqdır da qrammatik. Dərslər sözü burada mübtədadır. Gələk qayıdış növə. Qayıdış növdə məchul və şəxsiz növ kimi ıl, ın, n şəkilçisi vasitəsilə düzəlir. Subyekt də, yəni hərəkətin subyekti də məlum olur və iş öz üzərində icra edilir. Qarı deyindi. Deyindi, işi öz üzərində icra edir. Qarının yerine kimsə gəlib deyilmir ki, qarı özü deyinir. Duman çəkildi. Dumanı gedib kimsə çəkmir ki. Lakin bu sözə fikir verək, bu söz təkcə qardaş kimi işlənməyə bilər. Məchul da işlədə bilərik biz bunu. Məsəl üçün deyə bilərik ki, dişi çəkildi. Diş çəkildi. Çəkməkdən çəkilmək. Məchul növ. Kim tərəfindən çəkildiyini bilmirik. Qayıdış növ fe'llər işin icra olunmasında əlavə obyektə ehtiyac duyulmur. Çünki subyekt həm də özü obyekt yerində işlənə bilir. Məsələn, qarı darandı, qız darandı. Və bu fe'lləri məlum növlərdə işlətsək, yenə subyekt işi öz üzərində görmüş olacaq. Laş falan şəkilçiləri qardaş növ yarada bilsə də, bəzən məlum növ kimi də işlənə bilər. Yəni bəzən baxırsan ki, bu laş falan şəkilçiləri bəzən cümlədə iş öz üzərində icra olunsa belə, şəkilçisi olmadığından dolayı qayıdış növ götürülmür. Bilirik ki, qayıdış növün şəkilçisi ıl, ın, n-dır. Və bizim də iki qaydamız var, iki şərtimiz var. Həm məzmununda yəni qaydaya tabi olmalıdır, yəni qayıdış iş öz üzərində icra olmalıdır, həm də onun şəkilçisi olmalıdır. Məsəl üçün deyirəm ki, körpə sakitləşdi. Dilimizdə sakit sözündən sakitlə yoxdur, ləş şəkilçisidir.
Bəli, körpə işi öz üzərində icra edib sakitləşir. Lakin bizim şəkilçimiz yoxdur axı. Nə ıl, nə ın, nə də nın şəkilçisi yoxdur. Buna görə də bu sözü biz məlum növdə götürəcəyik. Və yaxud da hava qaraldı. Qaradan qaralmaq d da qrammatik. Hava bəli özü qaralır. Lakin bayaq da dediyimiz kimi l şəkilçisinin yaranma yoxdur. Şəkilçimiz bizim ıldır, ındır, nıdır. Bəzən eyni feillərimiz ayrı-ayrılıqda ıl və ın şəkilçisini artırıla bilir. Bu zaman ın şəkilçisi ilə düzəlmiş sözlər qayıdış, ılla düzələnlər isə məchul olacaq. Deməli, ıl, məchul, ın, qayıdış. Bəzi feillərə aiddir bu söz. Məsələn, soyundu. Uşaq soyundu desək, ınla düzələn qayıdışdır. Soyuldu. Meyvə soyuldu, ıl, məchuldu. Çəkindi. Uşaq çəkindi. Çəkməkdən çəkinmək. Və yaxud da deməli bu qayıdış. Bir də var deyirəm ki, çəkildi. Məchul. Döyündü. Təbii ki, çəkildi sözünü biz qayıdışla götürə bilərik. Məsəl üçün, duman çəkildi. Qayıdış da ola bilər bu söz. Döyündü. Ürək döyündü. İş özlərində icra qayıdış. Bir də var deyirəm ki, döyüldü. Uşaq döyüldü. Kimisə tərəfindən döyüldüyü üçün oldu məchul. Və yaxud da başqa sözlər misal göstərmək olar. Deyildi. Söz deyildi, məchul. Deyindi. Qarı deyindi, qayıdış. Ay göründü, qayıdış. İş görüldü. Məchul. Və bu tipdə o qədər yəni ki, bizim nümunələrimiz var ki. Yuyundu, qayıdış, yuyuldu, məchul. Ümumiyyətlə isə bizim bəzi feillərimiz həm məchul və qayıdış növdə eyni şəkilçi qəbul edə bilir. Daranmaq feilini götürək. Yun darandı. Yunun daranmağı kimsə tərəfindən olur. Yun özü-özünü daranmır, məchuldur. Amma deyirəm ki, Nigar darandı. Artıq Nigar özü öz saçlarını daradığı üçün bu qayıdışdır. Və yaxud da deyirəm ki, oğlan atıldı. Qayıdış, özü atılır. Bir də var deyirəm ki, güllə meydana atıldı. Bomba meydana atıldı. Bu artıq məchuldur. Ümumiyyətlə dilimizdə elə sözlərimiz var ki, qayıdış növ mənalarını bildirir. Bayaq dediyim kimi, hava qaraldıydı, ana şadlandı. Dilimizdə şadla sözü yoxdur. Şad, şaddan şadlanmaqdır. Qayıdış məzmunu bildirsə belə, bu məlum növdə olan feillərimizdir. Məzmunu tuta bilmədin, məna yoxdur. Söz sadədirsə, at məlumun üstünə. I, ındı və t şəkilçisi, ı şəkilçisindən düzəlməyibdir. Feildirsə, at məlumun üstünə. Və yəni ki, biz əgər bu şəkilçiləri görmürüksə, məna da yoxdursa, hər şey atırıq babal məlumun üzərinə. Gəldi icbar növə. İcbar növü isə dır, ıt və t
T şəkilçilərlə düzəlir. İşi hadisəni danışan və ya haqqında danışılan şəxs yox, bir başqa bir şəxs icra edir. Bu tip fe'llərin işləndiyi cümlələrdə sanki iki subyekt başa düşülür. Bunun nümunə üzərinə baxaq. Hadisələri isə edən ikinci subyekt olur. Dəftər aldırdım. Aldırmaq. Kiməsə aldırırsan, başqası icra edir, icbardır. Və yaxud da qabı boşaltdırdım. Əgər qabı boşaltdım olsaydı, bu icbar olmazdı. Amma boşdan boşalmaq, boşaltmaq, boşaltdırmaq. Artıq mən özüm eləmirəm, bir başqası icra edir bunu. Və icbar növ yeganə fe'ldir ki, fe'ldən düzəlir. Təsirli fe'ldən düzəlir və təsirli olaraq da qalır. Amma heç də bütün təsirli fe'llərdən düzəlmiş fe'llərimiz icbar növ sayılmır. Bəzi fe'llərimizdə bu şəkilçilər ola bilər, amma məzmununda bir başqasına işi icra etdirmək yoxdur. Məsəl üçün, baxaq. Güldürmək, yandırmaq və yaxud da söndürmək və s. İnandırmaq. Bunları mən özüm də edə bilərəm. Mən uşağı güldürdüm. Bir başqasını etdirmədim ki. Mən işığı yandırdım, mən işığı söndürdüm, mən onu inandırdım və s. Mən elədim. Amma olsaydı ki, güldürtmək, yandırtmaq, inandırtmaq, bəli, biz bunu artıq təzədən T şəkilçisi artırmaqla icbara çevirə bilərik. Bəzi fe'llər isə var ki, yerinə görə həm biz onu icbarda, həm də məlumda düşünə bilərik. Qarşılıqlı birgəlik növdəki fe'llər iş və şu şəkilçiləri ilə yaranır. İş ya qarşı-qarşıya icra edilir bir çox subyekt tərəfindən və yaxud da ki, iş bir çox subyekt tərəfindən birgə şəkildə icra olunur. Məsələn, oğlanlar döyüşdülər. Döyməkdən döyüşmək. Qarşı-qarşıyadır. Döyüşən zaman çünki qarşı-qarşıya gəlirsən, bu qarşılıq növdür. Və yaxud da ki, deyə bilərəm ki, uşaqlar gülüşdülər. Birgə şəkildə gülüşürlər. Lakin biz hər ış şəkilçisini görüb, sözün daxilində gedib onun qarşılıq birgəlik götürə bilmərik. Məsələn, deyirəm ki, uşaqlar gəzişirlər. Gəzmək sözündə də ış şəkilçisi var. Lakin uşaqların birgə gəzişdiyi ki, mən tək özüm də gəzişə bilərəm yolda, hardasa. Bir şeyi ki, mən həm birlikdə, həm də təklikdə icra edə bilirəmsə, onu biz qarşılıq birgəlik götürmürük. Gəzişmək fe'li məlum növdə olan fe'ldir. Və yaxud da məktublaşmaq. Bəli, məktublaşan zaman qarşı-qarşıya məktublaşırsan. Lakin söz kökünə baxaq, məktub. Dilimizdə məktublamaq fe'li yoxdur axı, laş şəkilçisidir. Maqda qrammatik. Burada biz bunu artıq qarşılıq birgəlik götürmürük. Çünki qarşılıq birgəliyin bir şəkilçisi var, ış və şı. Laş şəkilçisi yoxdur axı. Buna görə də bu da gedəcək məlum növ. Və yaxud da ki, deyək ki,
Güləşdilər. Güləş sözün kökü gül yox, güləşdir. Sözün kökü güləşdirsə, burada ış və şı şəkilçisi yoxdur. Bəli, güləşəndə də qarşı-qarşıya olur. Lakin bunu biz məlum növ götürəcəyik. Və yaxud da ki, oğlanlar yarışdılar. Sözün kökü yar deyil axı. Nə olsun ki, yarışanda qarşı-qarşıyadır. Yarışmaq sözü sadə sözdür və bunu da atırıq məlumun üzərinə. Lakin bizim elə fellərimiz var ki, biz onu iki cür düşünə bilirik. Məsələn, bunlardan biri ilə daşlaşmaq ifadəsidir. Daşlaşmaq ifadəsini biz necə düşünə bilərik? Deyə bilərik ki, torpaq daşlaşdı. Sözün kökü daşdı. Torpaq daşlaşanda biz daşlayırıq. Yox, laş şəkilçisidir. D da qrammatik. Bu məlum növdür. Amma deyirəm ki, oğlanlar və yaxud da balacalar daşlaşdılar. Daşa dönməkdən söhbət getmir ha burada. Daşlaşdılar, daşı bir-birinə atdılar. Daşlamaq. Daşdan daşlamaq, şu da leksik, d qrammatik, lar qrammatik. Artıq burada daşlaşmaq ifadəsi məchul, üzr istəyirəm, qarşılıq birgəlik növdədir. Yəni qarşılıq növdədir. Ötüşmək feili var dilimizdə. Maşınlar ötüşdülər. Ötməkdən ötüşmək. Maşınların ötüşməyi qarşı-qarşıya olduğundan dolayı bu qarşılıq növ götürülə bilər. Bülbüllər səs-səsə verib ötüşdülər. Bülbülün səs-səsə verib ötüşməyi artıq bunlar, yəni oxumaq, burada ötüşmək, səs-səsə verib oxumaq mənasındadır və bu birgə şəkildə olur. Bir də var deyirəm ki, xəstəlik ondan ötüşdü. Artıq ötməkdən ötüşdü. Bu artıq xəstəliyin ondan yan keçməyi mənasındadır. Qarşı birgəlik mənada deyil deyənə biz bunu artıq məlum kimi düşünəcəyik. Bəzən ümumiyyətlə feillərdə iki qrammatik məna növünün şəkilçisini görə bilirik və bu zaman biz ikinci leksik şəkilçisinə baxacağıq. Yəni son leksik şəkilçisinə baxacağıq. Məsəl üçün deyirəm ki, məktub yazdırıldı. Baxırıq ki, həm icbar növü şəkilçisi var, həm də eyni zamanda tutaq ki, məchul növü şəkilçisi var və fərqləndirə bilmirik. Artıq biz o zaman ikinci şəkilçiyə baxırıq. Gedib bunu icbar yox, məktub yazdırıldı, kim tərəfindən yazdırıldığı bəlli olmadığı üçün məchul götürəcəyik.